Salam, hər vaxtınız xeyir olsun. Sizinlə bu çupa-çupsları bölüşmək istəyirdim. Bunlar bu adi mağazində satılanlardan deyil. Bunları aptekdə satırlar. Bu uşağın iştahını artırır. Mən də bunu yeni öyrənmişəm, 1-2 gündür. Elə Gəncəyə getmişkən Gəncədən aptekdən bunu aldıq. Apteklərdən soruşsaz düzdür, hər aptekdə olmasa da, apteklərin çoxunda var bundan. Onsuz da mağazinə gedəndə uşaqlara alırıq, belə çupa-çupslar istəyirlər, görürlər. Ondansa elə bundan alın. Həm də iştahı açır bu. Uşaqlar onsuz da 1 yaş müddəti var. Ona gəlib çatanda uşaqlar yemək yemirlər, istəmirlər, hər şey yemirlər. Amma bu çupa-çupslarda mən gördüm ki, bunu uşaqlara verəndən iştahları artır. Yemək istəyirlər. Ona görə mən də artıq bundan sarayı alıram. Düzdür, başqa üstü, başqa kağızlı da ola bilər. Bu dəfə biz belə kağızlı aldıq, amma başqa cürlər də olur. Aptekdən soruşsaz ki, belə bir çupa-çupslar sadəcə vitamin C olsun, iştah artırıcı. Orada sizə verəcəklər. Bunun birini biz 70 qəpiyə almışıq. Bəlkə də başqa qiymətə də ola bilər, deyə bilmərəm. Amma maraqlansız apteklərdə olar, uşağın da iştahını artırır. Daha yaxşıdır uşaq üçün bunlar. Dedim sizlə də bu faydalı məsləhəti bölüşüm. Çünki özüm bunu tapdığıma çox sevinmişəm ki, onsuz da saraya alırdıq, görürdük mağazinə gedəndə. Elə bunu alıb evdə saxlayıram. Sumkama da qoyacam ki, mağazinə gedəndə, istəyəndə elə bunu verim. Həm faydalıdır, həm də iştahı artırır.